Bəzən Allahın əmr və qadağalarına görə Allaha şükür etməliyik. Nə yaxşı ki, sən məni sevirsən. Nə yaxşı ki, məni sevdiyindən mənə filan işləri görməməyi tövsiyə edirsən. İbadət etməyi əmr edirsən. Bütün bunlar sənin mənə sevginin nəticəsidir. Və bu sevgi təkcə nemətlərdə deyil, əmr və qadağalarda daha çox hiss olunmalıdır. Allah sevir və Allahın qadağası mən səni sevirəm fikrinin fərqli şəkildə ifadə olunmasıdır. Bunlar hamısı sizə gərəklidir ya. Bunu mən bir gün olmasam, ölsəm də bunları eşidib mənə rəhmət oxuyarsınız. Bunlar lazımlı sözlərdir.